Türkiye Dünya Çempionatının çempionları oldu. Bu il keçiriləcək futbol üzrə dünya çempionatının həyəcanı artıq hiss olunmağa başlayır. Favoritlər bəllidir, sürprizlər gözlənilir, azarkeşlər isə öz seçimini artıq çoxdan ediblər. Bəs görəsən Bakı sakinləri bu mundialda hansı komandanı dəstəkləyəcəklər? Oxaz bu sualla şəhər sakinlərinə müraciət edib. Gəlin cavabları birlikdə izləyək. Dünya çempionatında hansı komandanı dəstəkləyəcək? Əlbəttə ki, Türkiyəni istərdim ki, çempion olsun. Bəs sizcə çempion kim olacaq? Çox komandanın deməli şansları var. Mən Fransa ilə İngiltere'nin ikisinden birini nəzərdə tuturam. Tabii ki biz Türkiye'yi destekliyoruz. Türk olarak Türkiye'yi destekliyoruz. Türkiye'ye başarılar diliyoruz. Umarız Türkiye'de şampiyon olur. Hiç olmasa 2002'nin tekrarı en azından olur. Yarı finali oynar inşallah. Belki de şampiyon olur. Portuqaliyanı. Bəs çempion olaraq hansı komandanı görürsünüz? Portuqaliyanı. Belə xüsusi olaraq uşaq olanda fanat olduğuma görə Portuqaliya millisini dəstəkləyəcəm. Əsasən Portuqaliya və müəyyən qədər Fransa. Bəs çempion olaraq hansı komandanı görürsünüz? Belə kimya olaraq, komanda olaraq Fransa daha favoritdir. Amma eyni zamanda Portuqaliyanın da xüsusi olaraq yarım müdafiə sayəsində görə ikinci favorit kimi görürəm. Yəni. Portuqaliyanı dəstəkləyirəm. 2022-ci ildə, yəni keçən dünya çempionatında Argentinanı çempion elədilər. Heç haqqı deyil düşünürəm. Yəni Messinin heç bir haqqı yox idi çempion olmağa. Amma bu dəfə Cristiano Ronaldo mütləq çempion olmalıdır. Portuqaliyanın haqqıdır. Düşünürəm ki, onun karyerasının ən böyük zirvəsidir. Messi'dən də yaxşı olduğu görsənməlidir. Biz məncə hamımız Türkiyənin fanatıyıq. Türkiye canlı. Arda Güller. Bu il Türkiye Dünya Çempionatının çempionları oldu. Türkiye bizim Türkiye. Türkiye. Dünya çempionatında hansı komandanı dəstəkləyirsiniz? Almanya. Bəs əsas favorit olaraq hansı komandanı görürsünüz? Məncə Fransa. Portuqaliya. Bəs çempion olaraq hansı komandanı görürsünüz əsas? İndi Portuqaliyanı görürəm. Argentina. Bəs çempion olaraq hansı komandanı görürsünüz əsas favorit? Məncə Portuqaliya. Argentina. Bəs favorit olaraq çempion kimi görürsünüz? İspaniya. Fransanı. Bəs çempion kimi görürsünüz? İspaniya. İspaniya. Bəs əsas favorit çempion kimi görürsünüz? Elə İspaniya. Marokko və Braziliya. Bəs kimi çempion görürsünüz? Fransa.